Salam uşaqlar. Bugün sizlər üçün Şahin İbrahimovun hazırlamış olduğu test kitabından atomun quruluşu testinin izahını vermək istəyirəm. Gəlin birinci sualla başlayaq. Deyir, bütün maddələr atom-atom kiçik zərrəcikdən ibarətdir fikrini ilk dəfə kim irəli sürmüşdür? Bilirik ki, bütün maddələr atom-atom kiçik zərrəcikdən ibarətdir fikrini ilk dəfə Demokrit tərəfindən irəli sürülmüşdür. Kişmişli bulkaya bənzədilən atom modelini kim kəşf etdi? Joseph Thomson olacaq. Yəni uşaqlar, bu tip tapşırıqlar alimlər barəsində, yəni verilən tapşırıqlar yaxşı ki, kitabın əvvəlində verilmiş, yəni bu test kitabının əvvəlində verilmiş qaydadan oxuyub, öyrənib daha sonra bu testi işləyəsiniz. Çünki belə, yəni alimlərlə bağlı bu tip tapşırıqlar, yəni başqa cür izah tələb etmir. Sadəcə oxuyub, yəni işarələmək lazımdır. Üçüncü suala baxaq. Aşağıda bəzi atom modelləri və onların irəli sürülmüş alimlərin adları verilmişdir. Buna əsasən uyğunluğu müəyyən edin. Birinci atom modeli Bohr modelidir. Çünki Bohr atomun nüvəsi və onun ətrafında elektronların hərəkət etdiyini deyirdi. Həmçinin o demişdi ki, yəni planetlər Günəş ətrafında hərəkət etdiyi kimi elektronlar da nüvə ətrafında hərəkət edir. İkinci modelə baxaq. Bu Dalton modelidir. John Dalton modelidir. Üçüncü model isə Thomson modelidir. Yəni Thomson isə atomda müsbət və mənfi yüklərin saylarının bərabər olduğunu demişdi. Buna görə 1-ə B, 2-yə C, 3-ə A olacaq. Yəni B variantı. Verilmiş atom modelinə əsasən hansı ifadələr doğrudur deyir. Atomlarda proton bərabər sayda elektron var. İlk olaraq bunu bildirim ki, bu model Joseph Thomson modelidir. Gəlin burada istəyirsiniz qeyd edək. Thomson modeli. Deyir, atomlarda protona bərabər sayda elektron var. Baxaq, protona bərabər sayda elektron var. Yəni bu fikri Thomson irəli sürmüşdür. Bəli, doğrudur. Atomun müsbət yüklərinin sayı daha çoxdur. Yəni belə bir fikir irəli sürməmişdi Thomson. O protonların sayı, yəni müsbət yüklərlə mənfi yüklərin sayının bərabər olduğunu demişdi. Bohr atom modelidir. Xeyr, bu yanlışdır. Buna görə A variantı olacaq. Yuxarıda verilmiş fikirlərdən hansı Rutherforda aiddir? Deyir ki, atomun mərkəzinə protonlar və onun ətrafında eyni sayda elektronlar hərəkət edir. Bəli, bu Rutherforda aiddir bu fikir. Atom müsbət yüklü külə və onun həcminə səpələnmiş mənfi yüklü hissəciklərdən ibarətdir. Xeyr, bu səhvdir. Bu fikir səhvdir. Yəni Rutherforda aid deyil. Atomun böyük bir hissəsi boşluqdur. Bəli, bu fikir Rutherforda aiddir. Atomundakı müsbət yükün sayı elementdən elementə dəyişir. Bəli, bunu da bildirmişdir. Buna görə 1, 3, 4 olacaq cavab. C variantı. 6-cı suala baxaq. Aşağıda hissəciklərin hansı bütün atomların nüvəsinin daxilində yerləşir? Məsələn, hidrogen izotopu olaraq protonium izotopunu yazaq və kütlə ədədi 1, proton sayı da 1-dir. Bilirik ki, burada neytron sayını tapaq gəlin. Neytron sayını tapmaq üçün yazaq. Neytron sayı bərabərdir kütlə ədədindən proton sayını çıxırıq. Sayını çıxmaqla tapılır. Və atomların nüvəsinin daxilində yerləşir. Sualda da yəni buna diqqət yetirək. Deməli, burada da kütlə ədədimiz 1-dir, proton sayı 1-dir. 1-dən 1-in çıxanda deməli neytron sayı 0 olur. Bütün atomların nüvəsində yerləşir. Onda təkcə proton olacaq. Bilirik ki, atom nüvəsi proton və neytron təşkil edir. Lakin bəzən neytron olmaya bilər. Yəni neytron 0-a bərabər olur. Ona görə də bütün atomların nüvəsini proton təşkil edir. A variantı olacaq. 7-ci suala baxaq. Aşağıda verilən fikirlərdən hansı Thomsona aid deyil deyir. Birinciyə baxaq. Deyir, elektronlar müsbət yüklü atom hissəsinə bərabər şəkildə paylanmışdır. Bu aiddir. Kütlə ədədinin yarısını pozitiv yüklər təşkil edir. Xeyr, bu aid deyil. Çünki o demişdir, kütlə ədədinin tamamını pozitiv yüklər təşkil edir. Üçüncüsünə baxaq. Deyir, atom müsbət yüklü külə və onun həcminə səpələnmiş mənfi yüklü hissəciklərdən ibarətdir. Xeyr, bu aid deyil. Atomda müsbət və mənfi yüklərin sayı bərabərdir. Xeyr, bu da deyil. Ona görə yalnız 2 olacaq B variantı.
İyonunda hansı hissəciklər var? Baxaq, H müsbət 1, 1. Aha. Hansı hissəciklər var? Bayaqlarda tapdıq ki, neytron sayını tapmaq üçün kütlə ədədinə proton sayını çıxmaq lazımdır. Yəni, kütlə ədədi burada 1-dir, proton sayı 1-dir. 1-dən də 1-in çıxanda qalır 0. Deməli, neytron sayımız 0-dır. Elektron sayına baxaq. İndi belə tapşırıqlarda elektron sayını necə tapacağıq? İlk olaraq, bu müsbət dedikdə, yəni bu müsbət 1 deməkdir də, elə tapa bilərik. Müsbət 1 deməkdir. Deməli, atom elektron verib. Elektron veribsə, 1 üzərinə gəlsin. Elektron işarəsi nədir? Mənfi. Bu da müsbət 1 deməkdir də. Yəni, müsbət yazılıb. 1-in yazmayıblar. Yəni, bu deməkdir. Elektron işarəsi mənfi 1 bərabərdir. 1 mötərizə asandır, yəni mənfi müsbətə çıxılsın 1 bərabərdir 0-a. Baxın, burada müsbət, baxın bu müsbətdir, mənfi isə elektronun işarəsidir. İşarəsi. Bilir ki, elektron mənfi yüklüdür. Ona görə də bu da elektron işarəsi. Yəni, bu tip tapşırıqlar bu cür tapılır. Əgər elektron sayını tapmaq istəyirsə, nüvənin, daha doğrusu iyonun yükü verilibsə, o zaman elektron bu cür tapılır. Yəni, neçə elektron olduğu. Deməli, burada elektronumuz da 0-dır. Burada hansı hissəciklər var deyir, burada təkcə proton var. Ona görə A variantı olacaq. İyonunda hansı hissəciklər var deyir. Gəlin yenə yazaq. H müsbət 2, 1. Kütlə ədədindən proton sayına, kütlə ədədinə baxın, proton sayına çıxanda qalır neytron sayı. İndi elektron sayını yenə tapaq. Yəni, bir elektron verib. O zaman 1 üzərinə gəlsin, mənfi 1, o deyir 0. Demək, 0 elektronu varmış. Burada hansı hissəciklər var? Proton və neytron. İndi, iyonunda hansı hissəcik yoxdur deyir. Gəlin yazaq. Baxaq, yenə burada elektron 0-a bərabər olacaq. Baxın, burada yazmışam. Bu həll əsasən eyni izotop olduğuna görə, eyni iyon olduğuna görə deyirəm. Baxın, indi burada kütlə ədədinə proton sayına çıxanda neytron sayı qalacaq. İyonda hansı hissəcik yoxdur? Deməli, elektronumuz yoxdur, 0-a bərabərdir. 11-ci suala baxaq. Gəlin birinci iyonumuzu yazaq. Elektron sayı 25-dir, yerinə qoyaq. Neytron sayı A-dır. Kütlə ədədi 59-dur. Proton sayı B-dir. Deməli, neytral atomda, yəni əgər neytral olsaydı, B olacaqdı. Yəni, proton sayı ilə elektron sayı bir-birinə bərabər olacaqdı. Bu da 2 elektron, bu iyonda 2 elektron verib. Onda B üzərdə gəlinsin. Mənfi 2 elektron işarəsini yazırıq. Bərabərdir 25-ə. B çıxılsın 2 bərabərdir 25-ə. B də bərabərdir 27-yə. Deməli, protonumuz 27-dir. Kütlə ədədindən də protonu çıxdıqda neytron tapmış oluruq. Deməli, burada da 59-dan da çıxaram 27-sin, qalar 32. A-nı müəyyən edin, A da 32-yə bərabərdir. İyonunda mənfi işıq hissəciklərinin sayı 23 olarsa, neytron sayını müəyyən edin deyir. Y verilib, gəlin yazaq birinci hamısının yerinə. İyonunda mənfi işıq hissəcik. Mənfi işıq hissəcik bilirik ki, elektrondur. Yenə, deməli, 3 elektron verib. Onda, baxın, bu şəkildə yazsaq, 23-ə bərabər eləyərik. A-dan çıxaram 23-ü, 3-ün bərabər eləyərəm 23-ə, A da bərabərdir 26-ya. Neytron sayını müəyyən edin deyir. Deməli, proton sayı 26-ya bərabərdir. 56-dan da 26-sını çıxsam 30-a bərabər olar və bu da neytron sayını göstərmiş olarıq. C variant olacaq ona görə də. Yəni, uşaqlar, baxın, bu göstərdiyim müsbət, baxın, buradakı verilmiş iyonun işarəsidir. Bu göstərdiyim mənfi isə, baxın, mənfi 3 elektron deməli verib. Bu da mənfidə, yəni elektron işarəsidir. Elektron bilir, axı mənfi yüklüdür. Ona görə, baxın, budur.
Digərinə baxaq. İyonlarında cəmi 28 elektron var və proton sayı ilə neytron sayı bərabərdir. Y elementinin kütlə ədədini müəyyən edin. Gəlin birinci iyonlarımızı yazaq. Daha sonra deyir ki, burada proton sayı ilə neytron sayı bərabərdir. Baxaq. Əgər proton sayını A yazsam, neytron sayını da A yazmış olacağım. Baxın, hər ikisində proton sayını A yazsam, neytron sayını da A yazsam. Çünki eyni atomdur. Sadəcə iyonları fərqlidir. Daha sonra deyir ki, iyonda cəmi 28 elektron var. Gəlin indi burada iyonlarında ayrı-ayrı elektronların sayını tapaq. Baxın, burada necə tapacağıq? A çıxılsın -2. Baxın, çıxılsın və buradan tapmış olduq. Elektron işarəsi -2 bərabərdir A üzərinə gəlsin 2-yə. Demək, elektronumuzun sayı A üzərinə gəlsin 2-dir. Digərində A üzərinə gəlsin -6 bərabərdir A çıxılsın 6-ya. Deməli, elektronumuz A çıxılsın 6-ya bərabər olmuş oldu. Deyir ki, iyonlarında cəmi 28 elektron var. Deməli, bu iyonlardakı olan elektronların saylarını toplasam, 28-ə bərabər eləmiş olacam. İndi buradan da 2A çıxılsın 4 bərabərdir 28. 2A bərabərdir 32. A da bərabərdir 16-ya. A 16-ya bərabər olmuş oldu. Yəni, proton və neytron sayı 16-ya bərabər oldu. İndi bizdən kütlə ədədini istəyir. Kütlə ədədi bildik ki, proton və neytron saylarının cəminə bərabərdir. 10-da 16-nın da üzərinə 16 gəlsəm, eləyəcək 32. Kütlə ədədinə bərabər olmuş olacaq. 14-cü suala baxaq. Aşağıdakılardan hansı izotopdur deyir. İzotop bilirik ki, proton sayları eyni olan atomlara aiddir. İndi gəlin baxaq hansıda proton sayı eynidir. Baxaq, kalsiyumda 20, kaliumda 19 eyni deyil. 19, 9 eyni deyil. 16, 21 eyni deyil. 9, 20 eyni deyil. 16, 16 eyni. Deməli, bu atomlar izotopdur. 15-10 suala baxaq. Planetar modelində proton və elektron təsvir olunmuşdur. X, Y və Z-dən hansı katyondur deyir. Gəlin baxaq. X-də elektronların sayını saymış olsaq, bu zaman 7 elektronu var. Protonların sayını tapmış olsaq, 7 proton var. Burada yəni proton və elektron təsvir olunmuşdur deyir. Ona görə neytron axtarmağa dəyməz. Deməli, bunun yəni yükü, iyonun yükü 0-dır. Yəni, bu neytral haldadır. Neytral. Y-ə baxaq. Y-də saysaq 10 elektronu var. Baxın, elektronlar bunlardır. Və protonları saymış olsaq, 7-dən də proton var. Deməli, 7 protonu var imiş. Yəni, neytral halda da 7 elektronu var. Neçə elektron alıbdır ki, 10 olub? Deməli, 3 elektron alıb. Yəni, belə olacaq da, 7 çıxılsın -3 bərabərdir 10. Görürük ki, onunla bərabər olmuş oldu. Bax, bununla tapılır. Deməli, bu aniyondur. Yəni, -3. Z-ə baxaq. Z-də 4 elektron var. 6 proton var. İşarəsi isə müsbət 2 olacaq. Çünki katyondur bu həm də. Ona görə ki, 2 elektron verib və 4-ə düşübdür. Deyir ki, hansı katyondur deyir. Deməli, Z katyonmuş. 16-cı testin şəkli də eynidir. Aniyondur deyir. Baxın, yazmışıq. Aniyonu deməli, Y-dir. 17-ci sualda da eyni şey soruşur bizdən. Lakin burada, yəni şəkillər daha doğrusu eynidir. Neytral atomu soruşur. Burada da qeyd eləmişdim ki, X-dir. Ona görə A variantını yazırıq. Yəni, bu testdə mən qabaqcadan bildiyimə görə dedim, eynidir şəkillər. Siz yaxşı olar ki, əgər sınaqlarda düşsə, başqa bir test kitablarına düşsə, yəni bir-bir sayın, dəqiq olsun. Yəni, səhv gətirilməsin sizdə.
Baxaq, aşağıdakı maqnezium elementinin təbiətdə yayılmış izotopları və faizləri verilmişdir. Buna əsasən orta kütlə ədədini hesablayın. Gəlin orta kütlə ədədinin birinci düsturunu yazaq. Bilirik ki, orta kütlə ədədi orta bərabərdir. N1 A1 üzərinə gəlinsin N2 A2 bölünsün N1 üzərinə gəlsin N2. Baxın uşaqlar, bu N'lər izotopun təbiətdə yayılma faizidir. Biz də bilirik ki, izotopun təbiətdə yayılma faizlərinin cəmi 100%-ə bərabərdir. Ona görə 100-ə bölmək lazımdır. Elə tam-tamına 100-ə bölsək, yəni düsturumuz bu cürdə doğrudur. Yəni istəsəz 100-ün yerinə N1 üzərinə gəlsin N2 də yaza bilərsiniz. Amma yəni bu cür yazsanız daha qısa şəkildə rahat olacaq sizin üçün. Baxaq, indi N1 bilirik ki, izotopun təbiətdə yayılma faizidir. A isə kütlə ədədini götürürük. İndi 24-ü burada 78,99-a, onu 25-ə, 11 tam %1 isə 26-ya vuracaq. Gəlin bir-bir vuraq. Deməli, 24-ü vuraram. 78 tam %99-a, üzərinə gələrəm. Onu vuraram 25-ə, üzərinə gələrəm. 111 tam %1-i vuraram 26-ya, bölərəm 100-ə. Bunu da hesablasaq, eləyir, deməli, 2432 tam %2, onu da bölsək 100-ə. Burada eləyəcək uşaqlar, bölsək 100-ə. 24 tam 10.000-də 3202. Bunu da yuvarlaqlaşsaq əslində 24 tam 10-da 3 eləməlidir. Çünki deməli 2 var da. Yəni biz bilirik ki, 4-ə kimi olduğu mərtəbədə qalır. Burada isə cavabda məncə səhvlik var. Ona görə də burada əslində 24 tam 10-da 3 olmalıdır. Sadəcə 4 veriblər. Biz ən yaxın variant bu olduğuna görə elə C variantını götürürük. Aşağıdakı silisium elementinin təbiətdə yayılmış izotopları və faizləri verilmişdir. Yenə baxın, bu düsturdan istifadə edərək bunu yenə yazacağıq. İndi isə gəlin 28-i vuraq 92-yə. Üzərinə gəlsin. 5-i vuraq 29-a. Üzərinə gəlsin 3-ü vuraq 30-a. Bölünsün 100. Bu deyir 2811 bölünsün 100. O deyir 28 tam %11. 20-ci suala baxaq. Aşağıda lityum elementinin izotopları və faizləri verilmişdir. Buna əsasən orta kütlə ədədini hesablayın deyir. Yenə o düsturdan istifadə edərək yazacağıq. 98-ə vuraq 6-ya. Üzərinə gəlsin 2 vurulsun 7. Bölünsün 100. Bu da bərabərdir. 602 eləyir. Onu da bölündə 100-ə 6 tam %2 eləyəcək. Ona görə D variantı uyğun gəlir. 21-ci suala baxaq. Orta kütlə ədədi 10,8 olan bir atomun izotopları var. Buna əsasən izotopunun təbiətdə yayılma faizini hesablayın. Uşaqlar, bu yaxlarda qeyd etmişdim ki, izotopların təbiətdə yayılma faizlərinin cəmi 100% olmalıdır. Biz də bilmirik bu izotoplar verilib və onların təbiətdə yayılma faizini bilmirik. Bu zaman əgər deməli burada bu izotopun təbiətdə yayılmasını A faiz götürsək, digər izotopu isə 100 çıxılsın A faiz götürə bilərik də, toplayanda faizlərinin cəmi 100% eləsin deyə. İndi isə adi bir qaydada, yəni bayaqki düsturdan istifadə edərək yazaq. Onu vuraram A-ya 10-a, üzərinə gəlsin 11-i vuraram 100 çıxılsın A-ya. Bölərəm 100-ə, o da bərabər eləyər 10,8 kütlədədir verilib. 10,8-ə bərabərdir. Burada isə rahat şəkildə hesablamağı apara bilərəm. Üzərinə gəlsin 1100 çıxılsın 11A bərabərdir 1080. Mənfi A bərabərdir 1100-ü keçirərəm bu tərəfə mənfi işarəsi ilə. Eləyər mənfi 20. A da bərabərdir 20.
Deməli, baxın, bu izotopun təbiətdə yayılma faizi 20%-dir. Digər izotopun təbiətdə yayılma faizini tapmaq üçün 100-dən çıxaram A-nı. A da 20-yə bərabər olduğuna görə 100-dən 20-ni çıxaram. O da eləyər 80%. Deməli, baxın, bu izotopun isə təbiətdə yayılması 80%-miş. Bizə də hansı izotopu soruşur? Baxın, bu izotopu soruşur. Deməli, bunun da təbiətdə yayılması 20%-miş. Ona görə A variantı olacaq. Planetar atom modelləri verilmişdir. Modelində proton və elektronlar təsvir olunmuşdur deyir. X, Y, Z proton sayı neytron sayına bərabər olarsa kütlə ədədini müqayisə edir. Baxaq. X atomda elektron sayı, daha doğrusu burada bizə kütlə ədədlərini deyirsə, elektron sayı heç bizə lazım deyil. 7 dənə proton var və burada deyir ki, proton sayı ilə neytron sayı bərabər olarsa, demək 7 dənə də neytronu var, kütlə ədədi 14 edəcək. Çünki kütlə ədədi proton və neytron saylarının cəminə bərabərdir. Y-də proton sayı 6-dır, onda 6 dənə neytronu var, 12 kütlə ədədi olacaq. Z-də 4 proton var, onda 4 neytron var, 8 kütlə ədədi olacaq. Kütlə ədədlərini müqayisə edin deyir. Gəlin baxın, kütlə ədədlərini müqayisə edək. Deməli, X-in kütlə ədədi böyükdür Y-in kütlə ədədindən, o da böyükdür Z-in kütlə ədədindən. Doğru variant B variant olacaq. X və Y-in protonlarının cəmi 36-ya, kütlə ədədlərinin cəmi isə 76-ya bərabərdir deyir. Baxaq, deyir protonların cəmi 36-ya bərabərdir. Hər ikisinin protonlarının saylarının cəmi 36-ya bərabərdir. Onda mən biraz böyüdüm. B üzərinə gəlsin, 1 üzərinə gəlsin, B çıxılsın, 1 bərabər olacaq 36-ya. Buradan da 1-lər gedir. 2B bərabərdir 36-ya, B də bərabərdir 18-ə. B 18 isə bu deməli, bu atomun proton sayı olacaq. 18-in üzərinə 1 gəlirəm. 19. 18-dən 1 çıxıram. Gəlin buradan işarə eləyək. Baxın, haradan tapdığımı rəhləri ilə göstərəm. Həllər biraz olacaq. Neytron sayı verilibdir. Sadəcə kütlə ədədinin cəmi 76-ya bərabərdir. Bilir ki, kütlə ədədlərinin cəmi proton və neytron saylarının cəminə bərabərdir. Burada isə proton sayı 19-dur, birində 17-dir. Onda elə 19-un üzərinə 17 gəlib, üzərinə neytron saylarını, yəni A və A, deməli 2A gəlsəm, bərabər eləyərəm neçəyə? 76-ya. 36 üzərinə gəlsin, 2A bərabər 76-ya. 2A bərabərdir 40-a, A da bərabərdir 20-yə. A 20-yə bərabər olmuş oldu. Deməli, neytron sayları deməli 20-ymiş. Gəlin, bunu işarə edeyim, haradan tapdığımı buradan. 20-yə bərabərmiş. Daha sonra deyir ki, biz deməli proton və neytron sayını tapmış olduq. Gəlin, ionumuzu da yerinə qoyaq. Baxaq. Proton sayı 19, neytron sayı 20. Proton sayı 17, neytron sayı 20. Buradan kütlə ədədini tapa bilərik. 39, 37. Cam xətti çəkim qarışmasın. Daha sonra var. Burada deyir ki, elektron sayı BB-dir. Deməli, elektron sayları bir-birinə bərabərdir. Baxaq. İndi biz 19-un, yəni X N müsbət ionunda elektron sayı 19 üzərinə gəlinsin, çıxılsın N. Baxın, nədən tapdım? Bayaqlar dediyim kimi müsbət, mənfi isə elektronun işarəsidir. Elektron bilirik mənfi üçlüdür axı. Bir dəqiqə. Elektron bilirik mənfi üçlüdür, ondan tapdım. Bərabərdir 17 çıxılsın. Baxın, çıxılsın nəyindir? Baxın, buradakı çıxılsındır. Elektron işarəsi mənfi N.
Deməli, bunlar bir-birinə bərabərdir. Yəni, B, B-də elektronlar sayı bərabərlər ki, onda. Onda 19 çıxılsın n bərabər olacaq 17 üzərinə gəlinsin n-ə. Onda 2 bərabər olacaq 2n-ə, n də bərabər olacaq 1-ə. Demək, n-in yerində 1 imiş. İndi n-in yerində əgər 1 isə 19-dan, yəni 1 elektron verib, onda deməli 18 elektron olacaq. Burada isə 1 elektron alıb, onda 18 elektron olacaq. İndi cavablara baxaq. Deyir, yəni burada zaten bilirik ki, mənfi 1-dir. 18 elektrona sahibdir. Baxaq, 18 elektrona sahibdirmi? Doğru olmayanı seçin deyir. Bəli, 18 elektrona sahibdir. Katyonun 20 neytronu var deyir. 20 neytronu var. Hər ikisinin 20 neytronu var. Katyonunun 18 protonu var. 18 protonu yoxdur. 19 protonu var. Doğru olmayan deyil C-də, amma digərlərinə baxaq ki, tam aydın olsun. X, Y molekulunda 36 proton, 36 elektron və 40 neytron var. X, Y olduqda uşaqlar neytral haldadır. Neytral halda proton sayı elektron sayına bərabərdir. Əgər 19 proton varsa 19 elektronu var. Y-də 17 protonu varsa 17 elektronu var. Molekulun 36 proton var. Baxaq, 19-dan 17-ni toplasaq 36. 36 elektronu var. 19-dan 17-ni toplasaq 36 elektronu var. Hər ikisində də bilirik ki, onsuz da 40 neytronu var. Ona görə bu düzdür. Y və 17, 35 yəni xlor izotopdurlar. Bəli, izotopdurlar. İzotop nədir? Proton sayı eyni. Baxaq, neytral halda Y 17 protonu var və xlorun da 17 protonu var. Ona görə bu da doğrudur. Yanlış variant deyir, C olacaq. 24-cü suala baxaq. İyonlarında elektronların sayı bərabər olarsa, hansı müqayisələr doğrudur? Birinci gəlin iyonlarımızı yazaq. İyonlarda elektronlar sayı bərabərsə, biri A-dırsa, digəri də A olacaq. A-dırsa, baxın, burada bilmirik nədir. Yəni, 2 elektron verib, sonra A-ya bərabər olub. Demək, 2 elektrondan verməmişdən qabaq, deməli, 2 elektron daha çoxmuş da. Verib, sonra azalıb 2 elektron A-ya bərabər olub. Demək, proton sayı A üzərinə gəlsin 2 imiş. Digərində isə 2 elektron alıb, sonra A olubdur. Deməli, neytral halda olacaq. Deyirəm ki, neytral halda Y A çıxılsın 2, A çıxılsın 2 olur. Yəni, bunu bilirik tay. Bunu bilirik. Deməli, 2 elektron alandan sonra A-ya bərabər olub. Deməli, 2 elektron azmış. Baxaq. Nüvənin yükü bir proton sayıdır. Proton sayında hansında deyir çoxdur. Proton sayı, baxın, X-a çox olar da. Üzərinə gəlib 2. Ona görə də birinci səhvdir. Sonra elektron sayı neytral halda X, Y deyir. Neytral halda bayaqlar dedim ki, burada X A üzərinə gəlsin 2. A üzərinə gəlsin 2 olur. Y-də A çıxılsın 2, A çıxılsın 2 olur. Neytral halda bərabər ola bilməz elektron sayı. Baxın, X-da daha çoxdur. Çünki A-nın üzərinə gəlib də. Ona görə. İkinci səhvdir. Proton sayı bayaqlar dediyimiz kimi, bax, bu doğrudur. Proton sayı çoxdur. Baxın, çoxdur. X-da daha çoxdur. Yəni, A-nın üzərinə gəlibdir. Ona görə C variantı olacaq. 25-ci suala baxaq. Oksigen verilib və ağ fosfor verilib. Oksigen və ağ fosfor. Proton sayı bilmirik, N yazıbdır. Molekulu da X-də. X molekul oksigendir, Y molekul fosfordur. Baxaq, oksigenin proton sayı 8-dir. Onda 8x bərabər olacaq 15y-ə. Fosforun da proton sayı 15-dir. Onda 15-i y-ə vuraq. Yəni, molekul sayı deyirsə, neçə dənə var da, yəni bu maddədən neçə dənə olduğunu bildirir. Buradan y bərabər olacaq 8-ə, x də bərabər olacaq 15-ə. X, y nisbətini istəyir. 15-i bölərəm 8-ə. Bu deyirəcək 3,75.